Hörmətli izləyicilər, hər vaxt xeyir olsun. Sizə Xırdalanda köhnə bazara, təzə bazara 2 və 9 saylı məktəblərə yaxın Leningrad proyektli 5 mərtəbəli yaşayışlı binanın 2-ci mərtəbəsində gözəl bir möhtəşəm 5 otaqdan 4 otağa düzəlmə mənzil təqdimatına gəlmişəm. Təqdimata qonaq otağından başladıq. Əla, super təmirli bir mənzildir. Qonaq otağıdır. Mənzilimiz əşyasız satılır. Əgər əşya qalacaqsa, ev yiyəsindən razılaşmaq olar. Bura geniş bir 2 otaq açılıb, bir geniş kvadratda bir qonaq otağıdır. Hörmətli izləyicilər. Burada mənzilimizin giriş hissədir. Giriş qapısı da seyf qapı ilə əvəz olunub. Burada belə bir şkaf da yığılıb. Girişdə belə sağ tərəfdə bir dənə bir yataq otağıdır belə. 3 balkonu var. Hər otaqlardan balkona çıxış var. Burada bir balkondur. Belə şkaflar da yığılıb. Burada ikinci bir yataq otağıdır. Bura qonaq otağıdır. Təqdimata o qonaq otağından başladıq. Burada geniş kvadratda 3-cü bir yataq otağıdır. Bu yataq otağından da yenə balkon hissəsinə çıxış var. Balkonda yenə belə bir şkaflar yığılıb. Bu balkon da yenə şəbəndlə bağlanılıb. Sanuzillər ayrı-ayrıdır. Bunların yeri istipoldur. Şəxsi təmirli bir evdir. Burada sanuzil hissəsidir. Burada hamam otağıdır. Mətbəxində yeri istipoldur. Mətbəx gördüyünüz kimi. Bu mətbəxdən də yenə balkon hissəsinə çıxış var. Bu balkon da dəmir barmaqlarla bağlanılıb. Bura yataq otağından da çıxış var. Kombisidir. Bax, burada balkonda yığılıb. Hörmətli izləyicilər, mənzilimiz Xırdalanda 2 və 9 saylı məktəblərə yaxın, təzə bazara, köhnə bazara yaxın bir ərazidədir, 28-ci məhəllədə. Leningrad proyektli daş binadır, 5 mərtəbəli yaşayışlı binanın 2-ci mərtəbəsidir. Əla, gözəl bir təmirli, səliqəli mənzilimizdir, 5 otaqdan 4 otağa düzəlib. Mənzilimiz əşyasız satılır. Kvadratı 120 kvadrata yaxındır. Bunlar Kupçada 103 kvadrat gedir. İpotekaya yararlı mənzildir. Qiymət əşyasız 160 min manat təyin olunub. Əşyalar əgər qalarsa, hamısı yeni əşyalardır. Ev yiyəsindən razılaşmaq, danışıq yolu ilə razılaşmaq olar. Qiymət 160 min manat. Real müştərilər, buyurun zəng vurun. Diqqətsə görə, çox sağ olun.